Təqaüd yaşı yüksəkdir, ya insanların aldığı təqaüd, orta aylıq təqaüddə, ya orta aylıq maaş, əmək haqqı, yəni tələblərə cavab vermir, tələblə təklif arasında fərq var. Azdır kapitalım, çünki mən uşaqları böyütmüşəm, ali təhsil vermişəm, kömək eləmişəm, oxuyublar. Onlar yerbəyer olandan sonra başlamışam işləməyə. Biri 68 yaşlı təqaüdçü, digəri cəmi 3 illik rəsmi iş stajı olan 59 yaşlı xanım. Onları birləşdirən məqam isə gələn ayın əvvəlindən pensiya yaşının növbəti dəfə artırılmasıdır. Qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün ya fərdi hesabda kifayət qədər pensiya kapitalı olmalı, ya da ən azı 25 illik sığorta stajı tələb edilir. Bu tələblər ödənilmədikdə isə vətəndaşın təqaüd hüququ növbəti illərə ertələnir. Azərbaycanda qadınların pensiya yaşı 2017-ci ilin iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Belə ki, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-də, 2025-ci ilin iyulunda isə 64 yaş 6 aya çatdırılıb. Bu mərhələli proses 2026-cı ilin iyulun 1-də yekunlaşacaq. Kişilər üçün pensiya yaşı isə dəyişməz qalır. Bəs iş stajı və kapitalı yetərli olmayanları nə gözləyir? Kimlər ki işləməyiblər və bu hüquqlara malik deyirlər, onlar üçün isə müavinət verilir, sosial müavinət ödənilir və o müavinət təbii ki pensiyadan aşağı olmalıdır və qeyd olunduğu kimi 220 manat çərçivədə miqdarında sosial müavinət ödənilir. Yəni pensiya hüququnun formalaşması üçün ilk növbədə pensiya kapitalının yığılması vacibdir. Əgər pensiya kapitalı yığılmayıbsa və orada müəyyən illər nəzərdə tutulur ki, o illərdən əvvəl işləyənlərə 25 il stajı dövlət tərəfindən müəyyən olunur və ona əsasən pensiya hüququ yaradılır. Mütəxəssislər bildirir ki, əmək fəaliyyəti davam etdikcə vəzifə və maaş artımı sosial sığorta ayırmalarını da çoxaldır. Bu isə birbaşa gələcəkdə daha yüksək təqaüd almaq imkanı deməkdir. Beynəlxalq təcrübə göstərir ki, yaş artdıqca peşəkar təcrübə və gəlir imkanları da genişlənir. İqtisadçı Emin Qəribli hesab edir ki, Azərbaycanda hazırki model qlobal tendensiyalarla uzlaşır. Mən hesab edirəm ki, məhz bizim ölkəmiz üçün bu optimal bir səviyyədir. Ümumi qloballaşmadan danışırıqsa biz bilirik ki, üzü Avropaya tərəf getsək, orada o faizlər, gəlir vergisində, sosial təzminatlar, sosial ödənişlər, məcburi sığortalar daha yüksəkdir. İndi mən demirəm, biz inkişaf etmiş ölkə deyilik, amma yəni ki, tendensiya ona doğru gedir. Hesab edirəm ki, bizim faizimiz belə optimaldır, nə çox yüksək deyil, nə də bildiyimiz qədər çox da aşağı deyil. Bir daha xatırladaq ki, qadınların pensiya yaşı 2024-cü ilin iyulun 1-dən 64 yaş, 2025-ci ilin iyulundan isə 64 yaş 6 ay müəyyən edilib. 2026-cı ilin eyni dövründən etibarən isə xanımlar artıq 65 yaşında pensiya çıxacaqlar. Bununla da ölkədə qadın və kişilər üçün yaş həddi tamamilə eyniləşəcək. Toğrul Quluzadə, Zeynal Zeynalov, İTV Xəbər.